günaydın. Necəsiz? Elə bilirsiniz məktəbə gedirik? Yox, narahat olmayın, məktəbə getmirik. Bugün Alisa xanımın, əksi məktəbə gedəcəyik, amma indi yox. Hal-hazırda səhər saat 9-dur və Alisa xanımı xəstəxanaya aparırıq. Ümumiyyətlə Alisa'nın doğulandan demək olar ki, bundan 3-cü dəfə də aparıram. Tabii götür özü düşün. 3-cü dəfə də aparıram. Yoxlanış aparıq, qan analizi verəcəyik. Nəcisini götürmüşəm, nəcisdən verəcəyik. Bir də indi inşallah orada CD eləsə, CD-dən verəcəyik. Analizlərini verəcəyik. Allah qoysa, sonra qayıdacağıq evə. Yatacağıq. Axşam saat 15:00-da məktəbə aparmalıyam Alisa'nı. Sonra 18:00-da götürüb gəlib evə hazırlaşıb Adrinə getməliyəm. Option, bugün işimiz dəhşət çoxdur. Qotdan. Aşkım. Həkimin o qədər tanıyır ki, şu an yadından çıxmıyor. Və həkim görən kimi üzünü çevirir. Mamacığım. Gidiyorsun orada. Niye qotdan? Burada otur. Gel otur. Burada. Yok, Heç nə eləmir, heç nə eləmir aşkım. Məndən olsun. Mən hələ sənətlə işim. Köynəyin qabağını düzəltəcək. Karıştırmak istesen oraları. İstəyirsən gəl. Alisa. Uşaqlar gətirmişəm. Alisa. Gəl, gəl. Gedirik gözümüzü yoxlatmağa. Gəl. Əlin və mamaya gedək. Alisa arkadaşlar dövlətdə anadan olub və bura qeydiyyatdadır. Ona görə biz onu nə qədər özələ aparsaq da düzdür şükür Allaha indiyənə kimi ciddi bir şey olmayıb aparmamışıq. Amma aparsaq belə yəni buradan keçir. Gel. Gəl. Atanın əlindən tut gedək. Hardadır dedi Taci? Arkadaşlar içeride hiçbir video çəkə bilmədim. Çünkü Alisa dayanmadı. Gözündən keçdi. Analizlərini Detayları evdə verərsən. Əsas odur balam ağlatdılar. Gözünə həkim şey yazdı, bağlama yazdı. 20 dəqiqə sağ gözündən sol gözünü bağlayacağım. Gündə? Hə. Ciddi bir problem değil, keçici bir şeydir. Yəni açıq zat heç nə yazmadı şükür Allaha. Bir də açıqlıq bir durum yoxdur. Sadəcə dedi bu yaşda uşaqlarda simetrik əyrilik olur. O da dedi əgər bu müalicə ilə keçməsə, Allah eləsin inşallah keçsin. Keçməsə hə onda açıq taxma ehtimalı var. Yox amma keçməsə keçsə inşallah ki həkim deyir ki 90% keçəcək. Çünki deyir damarları falan çox qəşəngdir. İndi müalicə yazdı, bir dənə sirop yazdı. Bir də o gözü bağlanan yazdı. İçməlidir o sirop. Hə, deyir o göz dibini bərkidir də, yəni yaxşı eləyir. Həkim çox savadlı həkim idi, sağ olsun. Bir də onu deyim, siz deyəcəksiniz bəlkə də niyə özələ aparmırsınız falan filan. Valla şükür Allaha uşağımızdan vacib heç nə yoxdur. İstəsək özələ də apararıq. Yəni heç bir şey yoxdur. Dövlətimiz sağ olsun. Mən dövlətə dünyaya gətirmişəm. Çox da gözəl dünyaya gətirmişəm. Mənə çox da gözəl baxıblar. Və gətirmişəm elə. Həm də ki Alisa bura qeydiyyatdır. Dövlətə dünyaya gəlib də. Elə burada bütün analizlərini verdi. Və Alisa'nın həkimi çox gözəl həkimdir. Sevinç doktor. Getdi evə gedir, evə. Deməli, xanımlar və cənablar. Deməli, qızlarım, Alisa'nı gətirdim. Gətirən kimi sırazı ağladı, yatdı. Duran kimi də yatdı, durdu. İndi hal-hazırda saat 1-dir, 2-yə işləyir. Durdu, duran kimi də şeylədi. Yemək yedizdirdim, çöldə yedizdirdim. Həkim bir ay içərisində gözünə müalicə yazdı. Gözündə dedi, şükür Allaha ciddi bir şey yoxdur. Sadəcə olaraq bu yaşlı uşaqlarda dedi olur, düzəlmə ehtimalı var. Amma da hər ehtimala qarşı yenə də bizdən gözünü bağlamağımızı istədi. Biz də indi bugündən deyil, çünki bugün mən ad gündəyəm. Sabahdan inşallah müalicəsinə həm dərman yazdı, göz bəbəklərini bir videoda tam deyəmədim. Göz bəbəklərini bərkitmək üçün. Haycım, o açılmır. Gəl, mənə paltar ütülə, gəl. Ged ütülü gətir. Gözləyin arkadaşlar, gəlirəm. Gəl. Açım Türkiye ramısın, hə? Açdım. Açdım. Nə istəyirsən elə? Hə, uşaqlar. Göz bəbəklərini bərkitmək üçün, yəni bəbəkləri oynayır yerindən. Çəplik deyil, çəplik şey deyil. Sadəcə olaraq yəni oynayır da bir sözlə option. İndi onu siz daha yaxşı bilərsiniz. Dedi 5 gün, 5 dəfə gün ərzində 20 dəqiqə gözlərini bağlı. İndi Alisa'ya biraz çətin olacaq bilirəm. Ona görə tacirə dedim ki 2-2 alsın. 3 dənə alsın, biz də bağlayaq ki, o da çıxartmasın da, bağlasın. İndi görək inşallah ki, bağlayar.
İndi bugün bilirsiniz də ad gündəyəm. Hələ hazırlaşmamışam çünki saat 1-dir. Mənim üçün tezdir. Zaten sadə bir şey geyinəcəm. Ona kimi dedim evləri yığışdırım. Yığışdırım dərkən yəni evimiz təmizdir. Sadəcə paltarlarımı ütülüyüm, qalmasın ortalıqda. Çünki videoda da ortalıqda düşür, qalır orada. Dedim ütülüyüm, aradan çıxardım. Ondan sonra Alisanı saat 4-də, 3-də daha doğrusu 15:00-da məktəbə aparmalıyıq. Papa gələcək, Alisanı aparacaq. Ondan sonra mən oradan çıxacam, gedəcəm saçıma baxım elətdirəcəm. Baxımlı qalsın saçım. Baxımla gedəcəm ad günə. Düz ukladka elətdirəcəm. Bir də sadə, yüngül belə orta makyaj elətdirəcəm. Yəni gündəlik həyatda. Əslində özüm də eləyə bilərəm makyajım evdə. Çünki üzüm səpib, dəhşət səpib. Bilmirəm nədən allergiya olmuşam, üzüm çox səpib. Ona görə çox tünd makyaj elətdirməyəcəm. Başqa heç bir şeyində problem çıxmadı, şükür Allaha. Qan analizini verdi, olan düzdür, hələ cavabı çıxmayıb, amma nevropatoloq apardıq. Çox, bir dənə izləyicim yazmışdı ki, gözəl xanım, uşağı nevropatoloqa apar. Apardım əzimlə, narahat olma. Dedi ki, uşaqda heç bir sinir şeyi zadı yoxdur da. Yəni sadəcə olaraq dedi, siz onun dedi ərküb. Baxın, misal üçün, mən Alisanı məktəbə aparam, apardığım yer. Orada qətiyyən Alisa ağlamır, qətiyyən. Nevropatolog da dedi ki, evə gəlib əgər dəcəllik eləyirsə, o normaldır. Çünki dedi, siz uşağın hər istədiyini eləyirsiniz, ərköyün eləyirsiniz. Ona görə də uşaq deyir, evdə dəcəl olur. Amma orada çöldə də, əgər deyir, bir uşaq çöldə dəcəl deyilsə, başqa insanların yanında dəcəl deyilsə, dəcəllik eləmirsə, o uşaq gayet normaldır. Və Alisa da həqiqətən çölə çıxanda, çöldə bayırda olanda qətiyyən çox sakit uşaqdır. Yəni, nəyisə dağıtsın, töksün, qışqırsın, bağırsın, elə bir şey yoxdur. Sadəcə olaraq evdə olanda şiddətləşir. O da dedi ki, sizin özünüzdən asılıdır. Çünki siz valideynlərisiniz, siz onu sözün yaxşı mənasında qudurdursunuz dedi. Ona görə sizin yanınızda şiddətləşir. Yəni şükür Allaha nevropatoloqluq bir durumumuz yoxdur. Dərman zat heç nə yazmadı. Dedi yalandan uşağa dərman yazmağa ehtiyac yoxdur. Qan analizlərinin cavabı inşallah birinci gün çıxacaq. Çünki bugün 5-ci günüdür. Getdik. Əsas odur ki şükür Allaha getdik. Belə. Özəldə zadda vermək təcrübə fikrim yoxdur. Çünki zaten dediyim kimi hər şey eyni analizin cavabı burada da çıxır. Əsas odur şükür Allaha uşağın başqa şeyində problem yoxdur. Ona görə ay nə bilim nə üçünsə, nəyəsə görə gözəl zad aparmaq fikrim yoxdur. Elə dövlətimiz sağ olsun, qəşəng analizlərin cavabı hər şey düz çıxır. Qəşəng də müalicə yazırlar, nə lazım olanda da. Həkimi ümumiyyətlə Alisanın həkimi Sevinç doktordur. Çox yaxşı həkimdir. Həddindən artıq. Həmişə mənə nə yazıbsa onu yəni eləmişəm. İndiyənə kimi də heç vaxt ziyanını görməmişəm. Çox yaxşı həkimdir. Heç bir problemimiz olmayıb yəni indiyənə kimi. Şükür Allaha. Belə arkadaşlar, mən 2 sayılıda doğum eləmişəm. 2 sayılıda İrada xanım məni, yəni Alisanı dünyaya gətirib. Hamiləlik boyunca inanın mənim o qədər gözəl nazımı çəkib, o qədər gözəl nazımı çəkib. Yəni, deyə bilərəm ki, mənə ikinci ana olub da o insan. Yəni, insanın anası necə öz balasına belə, yəni, qeydinə qalar. Bax, o formada mənim nazımı çox çəkib. Mənə gecə saat 1-2 sancılarım olurdu, ağrılarım olurdu. Nə vaxt yığırdım, cavab verirdim. Nə vaxt, heç vaxt deməzdi ki, yəni qışqırmazdı ki, ay bu vaxtda həkim yığarlar və yaxud nə falan. Məsəl üçün, mənim ikinci övladım nə vaxtsa düzdür, düşünmürəm. Baxın, deyirəm, qətiyyən, hələ ki, düşünmürəm. Amma nə vaxtsa ikinci övladımda indi qismət. Yəni bir şey fikirləşdim, çox duyğulandım, çox pis oldum da həqiqətən. Birdən belə tacirlə Alisaya baxdım. Dedim ki, Allah uzaq eləsinlər, Allah gecindən versin. Dedim, qız yaxşıdır, amma oğul da yaxşıdır. Çünki insan öləndə, valideynlər öləndə onu yerdən oğul qaldırır da, qız qaldırmır. Bu şeyi çox düşündüm, çox duyğulandım həqiqətən də. Düzdür, Allah hər bir övladın xeyirlisini versin. Hər oğuldan da valideynə övlad olur. Amma məncə bu valideynin özündən asılıdır. Valideyn nə qədər... Yəni, uşaq körpə məsum doğulur. Körpə nə görürsə onu götürür. Mən pis övlad görəndə heç vaxt övladı qınamıram. Çünki onun belə deyəndə... Can mama, dur, gəl. Yəni, pis övlad görəndə həmişə düşünürəm ki, yəni, valideynin, necə deyim, yəni, heç bir uşaq çirkli doğulmur, günahla doğulmur, qəbra. Heç bir uşaq çirkli doğulmur, günahla doğulmur, yəni, tərbiyəsiz doğulmur. Uşaq nə görürsə onu götürür. Ana qurban, mama söz danışanda xoşuna gəlmir sən belə danışmağın, otur. Otur. Keçmir ayağım, öksün.
Mama bunu ütüləsin, versin sənə. Hə, Alisa olmaz mən üstünü çatdırım. Alın. Onu aça bilmərəm sənə, özün aç. Özün aça bilərsən. Neysə də arkadaşlar. Yəni, dünən Tacir'in Alisa'ya elə baxdım. Düşündüm ki, Tacir'ə bir oğul lazımdır. İnşallah Allah qoysa. Çünki sabahsı gün bizim başımıza nəsə gələndə bizi yerdən o uşaq qaldıracaq. Və əminəm ki, bizim uşaqlarımız fərq eləmir. Hamısı çox tərbiyəli, çox yerin bilən olacaq. Çünki Tacir də mən də bəzilərimiz nə qədər qınasaz da, nə qədər şey eləsəz də bizim ikimiz çətinliklə böyümüşük və uşaqlarımızı hər zaman yaxşı böyütməyə çalışacağıq. Yəni nə qədər canımız sağdır, onlar üçün əlləşib vuruşacağıq. Və bilirəm ki, bizim uşaqlarımız da bizim kimi mərhəmətli olacaqlar, bizim kimi xeyirxah olacaqlar. Nə qədər ki, siz bizim yaxşı şeylərimizi görürsünüz. Pis şeylərimizi görürsünüz, yaxşı şeylərimizi görürsünüz, amma bizim yaxşı cəhətlərimiz çoxdur. Allah da onları qabağımıza elə övladlarımızla çıxardacaq inşallah. Belə, yəni inşallah gələcəkdə ikinci övladım da olsa İradə xanıma dünyaya gətizdirərəm. Baxım, sən ağzına qoymadın elə. Baxım, Azinay, mamiyə ver. Şu şokolatı buradan açıb yemirsən. Bir dənəsini verəcəm, bir dənəsini ye. Yaxşı. Amma bir dənəsini. Al. Bunu yeyə bilərsən. Ondan başqası yoxdur. Belə. Neyse, işlərimi qutarım arkadaşlar. Gedim Alisa'nı aparım məktəbə. Ondan sonra da gedim ütü riski yapışam. Belə bir ürəyimi düşürəyim. Vallahi billahi. Sonra salona gedəcəm. Alisa tam imkan vermədi, mən fikrimi çatdırım sizə. Amma ümid edirəm ki, məni başa düşdünüz, mən nə demək istəyirəm. İnşallah bir dənə Alparslanımız olar. Tacir çox istəyir adını Alparslan qoymağı. Mən də inansız elə beynimə soğub. Alparslan istəyir. Amma indi yox arkadaşlar. Evim olsun sonra. Düz deyə qurbanım Allaha. Allah uşağın ruzisini verir. Amma inanın ki, evsiz çox çətindir. Baxın, biz bu dəqiqə misal üçün ev üçün ayırdığımız pulları, belə kiraya verdiyimiz pulları uşağımıza və ya özümüzə xərcləsək nə gözəl olardı. Amma maalesef ki, olmur. Ona görə də Hayca, yedin? Hə, ye, onu verirəm, ye. Alisa, üzü mənə əsəbləşdirirsən, bax, kamera açıqdır, sənə qışqırmaq istəmirəm. Hə, evim olsun gələcəkdə, inşallah. Ondan sonra bəlkə, hə, ikinci uşaq düşünürəm, amma evsiz qətiyyəm. İndi səni aparacam, qoyacam bağçaya. Bir çıqılı, все, var, bitti. Qutardı, al, bitti. Ne tez qutardı uşaqlar arkadaşlar. Belə. Canlarım, gözlərim. Sizinlə danışa-danışa qutardım. Ümid edirəm ki, siz də axıra kimi baxarsınız. Bura kimi axıra kimi baxdırsa düzün deyin, amma yazın ki, biz bütün yerində axıra kimi baxdıq. Amma düzün deyin, ha, qabağa vermədən. Yaxşı, yorumlarda baxacağım. Kimlər baxıbsa düzünü yazsa zaten biləcəm də, harada nə danışmışam. Düzünü yazıb, yoxsa yox. Oradan tutacağım. Yazsınlar. Çünki bilirəm ki, sıxılarsınız, ona görə qabağa verərsiniz. Problem deyil. Dostlar, yenə də baxsa sevinərəm. Videonu saxlatdım, axırıncı paltarımda Tacirin geyimlərini ütləyim, bitdi. Bax, bir də onun sifətinə bax, cinliyə. Ba. Biz geyindik, gedirik məktəbə. Babasını gözləyirik, babası gəlsin. Bir dənə Alisa'nın oyuncaqları qaldıydı, onları Tacirə dedim ki, yıxsın. Alis, babası gəlsin, gedək. Odunu da geyəcəm salona, Alisa'nı qoyum, geyəcəm salona uşaqlar. Alisa'nı təhvil verdik papayla. Pakovkaladıq, hə. İndi kameradan izləyəcəm, ona kimi də salonda olacağım. Saçımı bir dənə tez ukladka elətdirim, yüngülvari bir dənə makyaj elətdirim, qaçıram evə. Daha doğrusu Alisa'nın yanına. Arkadaşlar, getdim, deməli, makyajımı elədim, saçımı baxımını elədim, ukladkamı elətdirdim. Gəldim Alisa'nın yanına. Alisa məni gördü, bacı qızdı.
Vallahi dedi sən də gəl. Ona görə qaçdım. Qaçdım çıxdım. Hə. Məsi gəldi danışamadım. İndi hələ ki buradayıq 17, 18:10-da çıxacağıq. Saat hələ 6-ya işləyib. Qulağımı burada piercingim bərkitdim, boşalmışdı. Üzə bərkitməsəydim açılacaqdı. Sonra papaya yığacağam, gəlsin bizi götürsün, gedək evə. Mən də yavaş-yavaş bir tikə çörək yeyib, sonra yavaş-yavaş hazırlaşacağam. Ki buradayam uşaqlar. Səsini atdı başına ki, gir içəri. Bax, mən gəlməmişdən qabaq elə qəşəng oynayırdı, elə qəşəng oynayırdı. Elə qəşəng oynayırdı. Mənə gördü, yenə başladı sancmağa. Alice. Git oyuncaqların önünə, git. Hop. Gel. Bayaq da yatırsan. Arkadaşlar, məclisdən gəlmişəm. Daha doğrusu papa gəldi, mənə götürdü. Saat indi hal-hazırda neçədir? Aparım mı? Bu saat Parmezənəzəm, qayından mı bu yemək pişirib burada? Yo, Türklərin saatı ilandı bu saat. Hə, mama ofşum sağ olsun, yeməyimizi bir qazan pişirib. Xalçamızı yuyub gətirib sərmişəm. Allah canını sağ eləsin. Allah hər evə belə bir ana yetirsin inşallah. Amin. Uşağımı da yedizdirib, mən də gəldim arkadaşlar. Makyajımı yudum, əynimi dəyişdim. Məclisdən niyə görüntülər çəkmədim? Çünki ailə məclisi idi. Tək-tək bloger var idi ki, Vüsü idi, mən idi. Məclisin gözü qaraşı Nərmin idi, ortadan çıxmırdı. Yəni onlar özləri çəkdilər, mən çəkmədim. Çünki çoxsu bəyənən ailəsi idi, ona görə çəkmədim. Anası zadı, uşağı zadı var idi, çəkə bilmədim. Postu nətər qorumuşuq, razısan yoxsa? Ay Allah, super. Gedə bilərik. Mən Dadaşov Qarakişi, Badiyan, sən xəbərin var, biz Layləni gətirmişik. Bilirəm. Hə, açıq verim. Kişidir ya, Allah'ın dostu. Mən Dadaşov Qarakişi, Balakişoğlu, öz postumda Alisan Möşəm qorumuşam, 50 ağdan qarıya vurmuyor və İstəsən izləyicilərdən soruşam. Canlı olublar arkadaşlar. Baxırdım mən, Layla gətirməlidir ki. gedirəm. Sabah da az gündəyik bu arada arkadaşlar. Sabah ama saat 12-də zadda gəlində, yaxşı, mən də tez duracam. Yox, papa, mən sabah. Taksi ilə gedirik, yoxsa babana paraq. Xəyrə gilə. Şey olacaq, yəni kişi ilə olacaq. Bacı da. Bu da geçsin. 20 manat benzin pulum varsa da pararam siz getirin. Öyle de taksiye verərəm 5 manat gedərəm. Nəysə, baylaq taksi 5. Yaxşı, mən sənə 20 manat, 10 manat mama vurar, 10 manat da mən. 10 manat mamanın pulu zaten yoktur. Vursa mən vuracam. Alisa onların başını verərsən bir gün baba geçsin sabah. Hə, bu papasız getmir, taciz də gedəcək Bir çünki. anda qayıtmağa görə. Həm də mama tez qaydaq. Niyə? Mən axşam ad gündəyim. Arkadaşlar, sabah da bir dənə axırıncı ad günüm var. Orada çox az oturacam. Elə papa ilə gedərəm, yarım saat oturup pul yazdırıb çıxaram. İnşallah. Axşam. Gündüzü Ona demirəm. getmirik. Xəyrə gilə gedək. Mən gələcəm Alisa'ya saxlayacağım. Mama gələcək xəyrə. Biz gedər bir yəni yarım saat qapıdan girib pul yazdırıb çıxaram. Çox oturmayacam o ad gündə. Çünki mama birisinin ad gündə də ora hazırlaşacaq uşaqlar. Alisa, olar sən maşınla bugün gedək evə? Alisa, çarı verin niyə? Olar. Biz də gedək yataq. İzin versən babaya Mama açar. pampersini dəyişmişdin də, hə? Gedək Alice. Gedək yatağına qurban. Vay, yatmaq istəmirsən? Nə yaxşı? Sağ ol. Getdi Alice, biz getdik Boş sağ şey ol gətir. ya. Tamam, Neyse para arkadaşlar. verirsən. Hə, zəcqal kaydı. Mən də get, niyə qızlar özündən müqayisə olsun? Bax, bu qədər öyrəşib ki, qızlar, ancaq qızlar deyib. Bax, bir də oğlanlar denəndə, uşaqlar denəndə, nə bilim, arkadaşlar Kızlar denəndə. kendinize iyi bakın. Var mı açıkım da bu yavrum? Gel. Ha. Evladımı yıxdılar. Bax, gözünüzdən qoruyurdunuz beyazın. Mənim yanımda vurdunuz uşağımı etdiniz yerə. Arkadaşlar, mama gül getdilər. Mən də Alisan yatışdırdım. Sağ olsun. Bizə bir qazan belə soğuz istəmişdim. Pişirib gedib. Evə gələn kimi üstüzə sağlıq. Başım necə ağrıdırsa. Tez mənə üzəri yəhərlədi. Şıxlamın ikisi də yanmır. Yeməyə qoyum xaldinliyə. Bir dənə buralara işdirəm, əl gəzdirim. Gözlüyün gəlirəm. Əslində heç bir iş görməyəcəkdim. Ondan sonra yadıma düşdü ki, sabahlarım ad gündəyim, xalamın ad gündəyim. Bu arada arxadan gələn səs çanının səsidir. Ona görə dedim ki, buraları sileyim. Sabah işim olmasın. Təmizləyim. Mama yenə üzərini alışdırıb deyə qazın üstü hamısı düzdür.
işlərini qoyub getmişdim. Bir dənə mamaya dedim, amma səndən xahiş edirəm, yeməyi sən pişirərsən. Belə evləri falan təmizləyib getmişdim. Evdə heç nə yox idi. Bir dənə dedim ki, yeməyi sən pişirərsən, sabaha mən axşama gəlim də yemək pişirim. O da sağ olsun pişirib. Yəni qazımın üstünü siləm. Duz da əslində yağ yoxdur. Təmiz. Prosta silirəm ki, sabaha işim qalmasın. Sabah da onlara dedim. Yemək yiyib getməyəcəyik. Çünki xalamın ad günü. Dediyim kimi xalamın ad günündən də çıxıb şeyə gedəcəyik. Nədir onun adı? Gələcək evə, mamanın yanında Alisanı qoyacağım. Ola bilsin Gülü ilə getdim. İndi hələ onu bilmirəm. Sabah danışacağım Gülü ilə. Çatdıra bilsəm Gülü ilə gedəcəm ad günə. Çatdıra bilməsəm yox. Gülü məndən ola bilsin ki, tez getdi. Çünki Nara daha çox Gülü ilə daha yaxındır da. O da normal olaraq onun patrikası olduğu üçün çox güman tez gedər. Mən evdə görürsünüz, çox yaxından görürsünüz, çox uzaqdan görürsünüz. İnanın, heç bir məlumatım yoxdur. Bayaqdan da evdə bir dənə qara milçəyi var. Onu öldürə bilmirəm. Onu necə öldürüm, Allah'a xoş getsin. Görəsən öldürdüm ablacığım. Bilmədim ki. Öldürdüm yoxsa öldürmədim. Neyse, kameranın içine girmeyeyim. Burada da görüləsi işlərim var arkadaşlar. Qazanlarımı yolmalıdır. Bunları atmalıyım hamısını. Paketler. Sonra getireceğim. Şöyle koyacağım. Bizdə ümumiyyətlə axşamdan qalan yeməkləri mən hamısını dökürəm. Bir dənə paketə. Qoyuram çölə. İyi başlayıram qazanları yumağa. Bu da axşamdan qalmayıb abi. Neçə gündür qalıb. Bu da bilirsiniz nə? Keçən səfər tacirim bir şey deyib. Heç sevmirəm və yemək israf olanda heç sevmirəm. Yəni, qətiyyən sevmirəm bir şey. Bunu məcbur israf edirik. Çünki yemirik də bacı. Yeməmişik daha doğrusu xarab olmasın deyə israf eləmişik. Qaraları təmiz. Gözləyin gəlin. Arkadaşlar. Bir də qızlar, bilmirəm sizdə var yoxsa yox. Heç kuxmada gecədən zibil saxlamağı sevmirəm. Heç. Qətiyyən də heç vaxtda saxlamıram. Elə bilirəm ki, o zibili səhər-səhər durub orada görəndə kuxma təmiz olur. Ona görə də o birsəydə də beləydim. O birsəydə şey deyildim. Sonra qapının ağzına qoydum, səhər durub tacir atırdı. Amma burada balkona qoyuram. Tacir ya papa götürüb aparır, atır. Burada inanın Allah'a zibil qalanda elə bilirəm ki, yəni heç bir işim tamamlanmayıb da. Qətiyyən zibil qoyub yatmağı sevirəm. Yəni o məndən əvvəldən bəridir işte. Düzdür, deyirlər gecə vaxtı zibil atmaq olmaz. Gündüz atmaq belə. Amma mən zibil saxlamıram da sevmirəm. Olsun, zaten atmırıq. O heç burası sözsüz. Amma evdə saxlamıram. Zaten o qoyuyor. Amma səhər ki, durub o vedirən təmiz görürəm. Allah haqqı, elə rahat oluram, elə rahat oluram. Elə bilirəm, bir dənə işim qalmayıb. Canım rahatlayır. İndi də mama sağ olsun. Əsas yeməyim idi. Yemək çox pis gözümə durub. Yeməyimi pişirib. Yeməyimi də indi qoyacam balkona. Yeməyimi pişirib. Hala bununla bir balkonda da var. Qoyacam balkona, sabahlarım inşallah tacir atar. Burada gün ərzində qoyduğum nə qədər zibil çıxır. Nə tər çıxır, hardan çıxır, heç bir məlumatım yoxdur. Ama çıxır da, Allah çıxır. Arkadaşlar, yığışdırdım, zibillərimi boşaltdım, tavan sabahlarımı qoyaram. Bir dənə burada biberimiz qalıb, o da
Yəni qalıb da bilmirəm. Amma indi istəyirəm gedim biraz meyvə yeyim. Sonra yatım. Qazımın da üstü tərtəmizdir. Sabaha bir dənə. Bu arada mama xalçamı qəşəng yuyub. Bunun üstünə ləkə dağılmışdı. Bu xalçadan məndə 2 dənə idi. Birində o bir sefer balaca xalça sərmişdim. Onu çıxartdım. Gözləyin üzbəyiz danışım. Onu çıxartdım. O xalçanı çıxartdım. Balacanı verdim təzədən mamaya. Bunun o birisini taxdım. Bu arada bugün də az qala dediyim kimi piercingim açılmışdı. Sağ olsunlar, bərkitdilər. Gələn kimi makyajımı yudum. Saçım biraz dağıldı ama sabah bunun üstündən ukladka eləyəcəm, düz ukladka. Bir də bir şey demək istəyirəm. Qızlar, mən ad gündən şost atmışam da, bəyənən ad gününə getmişdim. Amma dediyim kimi çəkiliş eləyəmədim. Zaten ortam o değildi. Nə məndə o değildi. Yəni hamının əlində zaten telefon var idi və sosial şəbəkələrdə baxacaqsın. Amma sırf vlogluq değildi də. Həm ailələri var idi, uşaqları var idi. Plusdakı belə deyim də, yəni adam çox idi. Bir sözün çəkilişdiyi yer değildi. Yəni orada nəyə baxacaqdınız? Gündəlik gördüyünüz adamlardı. Həm də özüm ürəyim istəmədi vlog çəkmək deyə çəkmədim. Amma şost atdım sizlər üçün. Amma sabahki ad gündə, əslində sabahki ad gündə xalam ad günü heç onu çəkəcəm. Amma Naranda ad günü şeydir, ailəvi məclisdir. Oradan da bilmirəm, çəkiliş eləyə biləcəm, yoxsa yox, orada ortama baxacam. Amma ora sabah nə geyinəcəm? Kretkalı bir dənə yubka almışam piyanadan. Onu geyinəcəm. Boy da almışam, korичневый rəngdə. Sinə hissəsi bağlıdır, kürəyində biraz, çox yox, biraz dekoltəsi var. Qəşəng bir şeydir. Amma yubkam uzundur. Belə. Onları giyinəcəm. Mənim geyimimə görə məni çox qınayırsınız arkadaşlar. Qızlar falan belə, xanımlar falan yazır. Amma mənim bədənimə əməliyyat elətdirsəm, fərq eləmirəm. Mən əməliyyatdan da qabaq həmişə mənə nə yaraşıb onu geyinmişəm. Və mən öz zövqümü çox bəyənirəm. Və mənim zövqümün bir neçə izləyicilərim də var ki, onların hər biri yazır ki, çox gözəl zövqünüz var. Öz zövqümü çox bəyənirəm və düşünürəm ki, mən nə giyinirəmsə mənə yaraşır. Siz bəziləriniz yazırsınız ki, misal üçün hə qısadır, açıqdır. Mən anlayıram. Amma bu mənim geyimimdir. İçimdən gəlir, ürəyim istəyir, geyinirəm. Mən kök olsam, mən piyli olsam, ətli olsam, təbii ki, o dedikləriniz mənə vulqarlı qalsam. Yəni adi qısa geyim belə qızlar mənə vulqarlı qalmır. Çünki mənim belə deyim də, yəni bədənim zaten o deyil də, yəni vulqarlı bədən deyil. Belə aşırı belə heç bir şeyim, yəni iri deyil, abartılı deyil. Yəni vulqarlı bədənim yoxdur. Ona görə mən lap qısa geyinsəm belə mənə vulqarlı qalmır, qəşəng qalır. Belə. Yəni indidən özümü sığortalayıram. Bir də elə bir mina nəzərimdən qaçmadı. Dünəndən Tacir 5-10 dəqiqəlik vlog çəkib. 2-3 dənə iş görüb bacı, ona bir təriflər yağdırmısınız, gəl görəsən. Az bəs mən o qədər iş görürəm, bütün günü ora qaç, bura qaç. Az mənə niyə acaqsıza gələn yazırsınız? Az nə istəyirsiniz məndən? Zərfət eləm, sevirəm sizləri. Tək ki sizin könlünüz xoş olsun valla. Tək ki, necə deyim, mən belə yaxşı olun. Biz zaten platformanı işlədiriksə, yəni hər söz yazacaqlar. O heç orası sözsüz. Amma Tacir tək ekran önündə deyil, həqiqətən də həyatın özündə də mənə çox dəstək olur. Çox kömək olur. Tacir mənim belə deyim də sağ əlimdə də. Misal üçün mən nə isə götürəndə, Alisanı dəyişəndə, yuyanda eləyəndə deyirəm Tacir onu ver, bunu ver, onu elə, bunu elə. Çox eləyir. Yəni mızmızılı kişi deyil, nə də heç vaxt sifət eləməyib. Sağ olsun mənə çox dəstək olur. Və Tacirin belə deyim də elə bir məcburiyyəti yoxdur. Tacir məni istəyir və Tacir də o sevgini məndən də görür. Mən sevgimi göstərə bilməsəm də sizlərə ekran önündə. Amma Tacir inanın ki, yəni belə pis olmasın, anlattığınız qədər saf deyil də. Tacir o sevgini, o istəyi məndən görməsə, biz artıq 4 ildir bir yerdəyik. Görməsə, inanın ki, məni bir dəqiqə belə saxlamaz. Tacir də bilir ki, mən onu necə istəyirəm, ailəmizi necə istəyirəm, ailəmizi bir arada tutmaq üçün nələrdən keçmişik, nə qədər əziyyətlər çəkirik. Yəni bunların Tacir də fərqindədir. Çoxlarınız yazırsınız ki, Tacir məcburiyyətdən susur, məcburiyyətdən dözür falan filan. Valla indiki zamanə elə zamanədir ki, heç kimi məcbur dözmür. Yəni qeyri-mümkünsüz bir şeydir. Yəni o məni istəyir, mən bilirəm və o hər zaman göstərməyi bacarır. Və o mənim göstərə bilməsəm də mənim sevgimdən, mənim ailə canlılığımdan hər zaman məmnundur.
Yəni siz bizi ekran önündə görürsünüz. Amma biz yoldaşlıqda, yəni ər-arvadıq. Hər gün bir yerdəyik. Çox üzr istəyirəm. Bir yerdə yatırıq, bir də dururuq. Nəsə narazıçılıq olsa, inanın ki, bir qadın olaraq mən özümü sığışdırmaram. Yəni qalmaram ondan. Bilsəm ki, məndən narazıdır, məndən sıxılır, neyiniyir. Mən yəni heç vaxt göz yumaram belə bir şeyə, narahat olmayın. Bu arada qızlar, saçlarımın rəngi bugün baxımdan sonra elə bilirəm çox qəşəng olub. Bu rəngi yaraşır, mənə düzün deyim. Mənim inarsız yuxum gəlir, makyajımı yumuşam. İstəyirəm gedim qəşəng yatım. Siz də bura qədər izlədinizsə bilirəm ki, ehtiyac yoxdur deməyə, bizə dəstək olursunuz. Hər zaman var olun, sağ olun. Meyvə yiyəcəm, sizlərin önündə yemək istəmirəm. Ona görə istəyirəm videonu sonlandırım. İnşallah Allah qüsursa bu uzun bir gün olacaq. Bəlkə də daha uzun bir vlogumuz olacaq. Çünki sabaha o qədər işimiz var ki, onun hamısını bir günə sığışdırmalıyıq. Ona görə sabahı səbirsizliklə gözləyin. Çünki ailəm gilə gedəcəyik. Yəni nənəm gilə, xalam gilə gedəcəyik. Hamımız gedəcəyik. Küllü külfətli gedəcəyik. Yəni tacir, mən, mama, papa, hamımız. İnşallah maraqlı, əyləncəli bir vlogla qarşınızda olacaq. İndi hal-hazırda saat 2-dir və tacir evdə yoxdur. Gecə saat 2-dir. Tacir evdə yoxdur, məclisdədir. İşə gedib. Yəqin ki, çox güman ki, səhərə yaxın gələcək və mən onu gözləyə bilmərəm. Çünki qapını bağlayıb gedib, əsas odur, yemək yeyib gedib. Mən də gedirəm yatmağa. Sizləri çox sevirəm. Yaxşı ki, varsınız. İnşallah bir gün bir sual paylaşacağım və o sualdan ibarət olmayacaq da, bir post paylaşacağım, o sualdan ibarət olmayacaq. O sırf sizlərlə söhbət eləmək olacaq. Siz mənə nə sözləriniz varsa yazarsınız, amma xoş sözlər deyil, qətiyyən. Xoş söz istəmirəm də, yəni. Sadəcə məndə, belə deyim də, mənimlə elə bilin ki, söhbət eləyəcəksiniz də. Siz oradan yazacaqsınız, mən də buradan sizə canlı məsləhətlər, bildiyim qədərilə məsləhətlər, sizlərlə söhbət eləyəcəm. Onu inşallah sabahki vlogumda deyim, növbəti vlogumda planlaşdırarıq. Yadınızda saxlayın. Gözünüz YouTube'da olsun. Buradan elə postu qoyacağım, şəkil yerləşdirmə yerindən. Oradan mənə nə sözləriniz varsa yazarsınız. Mən də bildiyim qədərilə, anladığım qədərilə sizlərə məsləhət verirəm, sizlərlə söhbət eləyərəm. Siz oradan izləyərsiniz, mən də buradan qarşılıqlı sizlərlə söhbət eləyərəm inşallah. Öptüm sizləri. Sağ olun, salamat qalın. Bay bay.